Salam uşaqlar, bugünkü dərsimiz 7-ci sinif üçün yenilənmiş qiymətləndirmə tapşırıqları kitabından növbəti tapşırıqların həllidir. Düzxətli bərabər sürətli hərəkət mövzusunda qalmışdıq. Cədvəldə düzxətli bərabər sürətli hərəkət edən cismin hərəkətinə sərf olunan zaman və yer dəyişmənin qiymətləri verilmişdir. Cədvələ görə A və B-nin qiymətini müəyyən edin. Baxırıq ki, burada gedilən yol 8 metr, zaman 1 saniyədir. Onda bizim sürətimiz V bərabərdir S böl T, o da 8 böl 1 eləyər 8 metr böl saniyə. Deməli, sürətimiz 8-dir. Onda biz burada zamanımız 5-dirsə, 5-i 8-ə vurarıq. Burada olar B-miz 40 metr yol gedər. Burada yolumuz 70 metrdir. Onda biz 70 metri 8 metr böl saniyə bölərik. Onda A-mız üçün də olar 9 saniyə. A 9 oldu. B də 40. Baxırıq A 9, B 40 cavabımız olar E variantı. Düzxətli bərabər sürətli hərəkət edən cisim 7 saniyə ərzində 35 metr yol getmişdir. Bu cismin 12 saniyə ərzində nə qədər yol gedər? Deməli, biz buradan sürəti taparıq. V bərabərdir S böl T-dən 35 böl 7. Bu eləyər 5 metr böl saniyə. Onda 12 saniyə ərzində nə qədər yol gedər? S bərabərdir 12 vur 5. Bərabərdir 60 metr yol gedər. E variantımız doğrudur. İki cismin getdiyi yolun zamandan asıllıq tənlikləri verilmişdir. Uyğunluğu müəyyən edin. Baxırıq, burada sürət 8-dir, burada sürət 6-dır. Yəni bu L bərabərdir. V vur T tənliyimizdir. Bərabər sürətlə hərəkət edir. Hər ikisi 4 saniyədə 24 metr yol gedər. Deməli, biz 6-nı 4-ə vuranda 24 edir. Buraya yazarıq 2. 5 saniyədə 40 metr yol gedər. 8-i 5-ə vurarıq 40. Buraya yazarıq 3. 54 metr yol getməyə 9 saniyə vaxt sərf edir. 54-ü 6-ya bölərik 9 eləyər. Buraya yazarıq 4. 80 metr yol getməyə daha vaxt az sərf edər. Deməli, biz burada 80-ı 8-ə bölərik. Eləyər 10 saniyə. 80-ı 6-ya böləndə ondan çox edir. Deməli, burada olar 5. 3, 5, 2, 4, 1. Baxırıq 3, 5, 2, 4, 1 cavabımız olar D variantı. Düzxətli bərabər sürətli hərəkət hansıdır? Cisim düz xətt üzrə bərabər zaman müddətlərində bərabər məsafələr qət edir. Doğru. Düz xətt üzrə müxtəlif zaman müddətlərində bərabər məsafələr qət edir. Bu yanlış. Düz xətt üzrə bərabər zaman müddətində müxtəlif məsafələr qət edir. Bu da olmaz. Bərabər zaman müddətlərində eyni yer dəyişmələr edir. Doğrudur. Müxtəlif zaman müddətlərində eyni yer dəyişmə edir. Yanlışdır. Cavabımız olar 1 və 4. C variantımız uyğun gəlir. Açar sözlərdən istifadə etməklə mətni tamamlayın. Deməli, baxırıq bura sürət, deməli, yer dəyişməyə görə buraya yazarıq 1. Sürət skalya cəmiyyətdir. Düzxətli bərabər sürətli hərəkətdə deməli, yer dəyişməyə görə sürətin həm ədədi qiyməti, həm də istiqaməti dəyişmir. Deməli, baxırıq burada görə sabit o. Deməli, biz bura yerləşdirmə düzxətli bərabər sürətli hərəkətdə baxırıq indi burada yola görə sürətin həm ədədi qiyməti, həm də istiqaməti dəyişmir. Buraya yazarıq 2. Buraya yazarıq 3. Görə sürət yer dəyişməyə görə sürət sabit qalarsa, hərəkətin düzxətli bərabər sürətli olduğunu deyə bilərik. Deməli, cavabımız olar 1, 2, 3, 1. 1, 2, 3, 1 A variantımız. Düzxətli bərabər sürətli hərəkət üçün hansı ifadələr doğrudur? Gedilən yol zamanla düz mütənasibdir. Yol zamandan asılı olmayaraq artır. Yer dəyişməyə görə sürətin həm ədədi qiyməti, həm də istiqaməti dəyişmir. Deməli, yola görə sürətin həm ədədi qiyməti, həm də istiqaməti dəyişmir. Bu doğrudur. Yola görə bu deməli yanlışdır. Burada yer dəyişməyə görədir. Yola görə sürət zamandan tərs mütənasib asılıdır. Sürət zamandan asılı deyil. Yol yer dəyişmənin ədədi qiymətindən böyükdür. Doğrudur.
Deməli, baxırıq burada 4 doğru oldu. Bir dənə nəzərdən keçirək. Gedilən yol zamanla düz mütəna, yəni zamandan asılı olmayaraq gedilən yol artır. Zaman artdıqca yol da artır. Bunu da doğru götürə bilər. Cavabımız 1 və 4 olar. 7-ci tapşırığa baxaq. Düz xətli bərabər sürətlə hərəkət edən velosipedçi 10 saniyədə 120 metr yer dəyişmə etdi. Velosipedçi 360 metr məsafəni həmin sürətlə neçə saniyəyə gedər? Sürətini taparıq. 120 bölünsün 10. Bu eləyər 12 metr böl saniyə. 12 metr böl saniyə sürətlə 360 metri neçə saniyəyə gedər? 12-yə bölərik. Bu da eləyər 30 saniyə. Uyğunluğu müəyyən edin. Düz xətli bərabər sürətlə hərəkət edən cisimlərin yer dəyişməsinin zamandan asıllıq tənlikləri verilmişdir. Baxırıq, S bərabərdir. V vur T tənliyimizdir. Birinci tənlikdə sürət 12-dir. Baxırıq, 3 saniyədə 48 metr yol gedir. 12 vur 3. Bu eləyir 36. Baxırıq, burada 16 vur 3. Bu eləyir 48. Onda olur 2-yə A. 2 saniyə ərzində 24 metr yol gedir. 12-ni 2-yə vurarıq 24. 1-ə olar B. 12 saniyə ərzində 60 metr yol gedir. 5-i 12-yə vuranda 60 eləyir. 3'e olar S. Yola göre sürəti 8 metr böl saniyədir. Sürətlər verilməmişdir burada. 8 metr yoxdur. Cismin hərəkət istiqaməti dəyişməyib. Düz xətli bərabər sürətlə hərəkətdirsə, cisim hərəkət istiqamətini dəyişməyib. Deməli, Y hər 3 cavaba doğru olur. Şəkildə sürətləri 24 və 20 olan iki avtomobilin müəyyən andakı vəziyyətləri verilmişdir. Bu andan neçə dəqiqə sonra birinci avtomobil ikinciyə çatar. A və B nöqtələri arasındakı məsafə 720 metrdir. Eyni istiqamətdə getdiklərindən sürətləri çıxarıq. 24 çıx 20. Bu eləyər 4 metr böl saniyə. Aralarındakı məsafə 720'dir. 720 bölünsün 4. Bərabərdir. 1 eləyər burada. 12'də də 3 dəfə eləyər 130 saniyə. Neçə dəqiqədən sonra istəyirsə biz 130'u da 60'a bölərik. Bunlar ixtisar gedər. 13 böl 2, 13 böl 6. O da eləyər 2,6'da 1 dəqiqə. 10-cu tapşırığa baxaq. Üzərinə damcılacı qoyulmuş yüngül arabacıq üfüqi səth üzərində hərəkət edir. Baxırıq. Damcılacıdan hər saniyədən bir düşən damcının yeri şəkildəki kimidir. Nə üçün damcılar arasındakı məsafə bərabərdir? Onda arabacıq, baxırıq ki, damcılar arasındakı məsafə bərabərdirsə, onda arabacıq bərabər sürətlə hərəkət edir, bərabər zaman fasilələrində bərabər yer dəyişmələr qət edir. Bugünkü tapşırıqlarımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Sağ olun.